Müslim ibn Əqil Bəni Haşimdəndir. Əbi Talibin nəvələrindən biridir. Həzrət Əbi Talibin nəvələrindən biridir. İmam Hüseyn əleyhissalamın, yəni əmisi oğludur. Müslim ibn Əqil İmam Hüseyn əleyhissalamın məxsus sahabələrindən biri idi və İmam Hüseyn əleyhissalam tərəfindən Kufəyə nümayəndə olaraq göndərilmişdi ki, Kufə əhlindən beyət alsın. Və burada İbn Ziyad lənətullah onu Müslim ibn Əqili şəhid eləmişdi. Muslim bin Aqil ambaye alikuwa anaonyesha uaminifu na ikhlasi katika mambo yake na imani yake. Kwa hivyo tunaona kwa sababu ilikuwa ni mtu ambaye amesimama kidete pamoja na Imamu alayhi salam, ambaye kwamba ilikuwa ni yeye ni kwamba sheria za Mwenyezi Mungu pia ilikuwa ni kuzilinda. Kwa sababu kwa hivyo Muslim bin Aqil alikuwa ni shujaa. Kwa sababu gani? Yeye alichukua hatua ile kupambana na dhulma kama hizi. Imam Hussein alayhi salam alipomtuma Muslim bin Aqil kwenda kwa Yazid, ambapo kwa alijua kwamba yeye atauliwa, lakini katika ushujaa ule hakuwa na hofu. Alikuwa shujaa, akatoka akaelekea kwa Yazidi akijua kwamba atauawa, lakini hivyo hivyo akaingia moyo akafika kule, lakini baada hapo pia alijua kwamba atauawa, lakini alienda hivyo hivyo. Hii inaonyesha kwamba yeye alikuwa na ikhlasi katika, ana imani katika mambo yake. Vile vilikuwa kifanya ilikuwa ni asili yake ilikuwa ni amani. Bu mövzu çox böyük mövzudur. Əlbəttə insandan mənəviyyat istəyir ki, onu digərlərinə çatdırmaq üçün gərək qabiliyyətim, mənəviyyatım o dərəcədə elmim olsun ki, onu kamil çatdıra bilim, amma bu dərəcədə deyiləm. Ancaq özümə görə yığdıqlarım var ki, məsələn, özüm necə başa düşürəm Müslim ibn Əqil şücaətini çatdırmaq, əlbəttə çox itayətkar şəxs olmağını başa düşmüşəm və itayətkarlığını, haqqa pərəstiş eləməyini onda görmüşəm və özüm üçün bunu belə təsdiqini görmüşəm. Храбрость Муслима ибн Акила действительно восхищает. Муслим ибн Акил был помощником имама Хусейна, и занимался он тем, что отправлялся в разные города и искал новых сторонников для имама Хусейна, алейхиссалям. Məktəb ki, İmam Hüseyn Bisərsin qoydu getdi. Bu məktəbin bir bəndində Müslim ibn Əqil öz şücaəti ilə tarixi yazdı və bizlər üçün nümunə qoydu getdi. İmam Hüseynin nümayəndəsi və əmisi oğlu Müslim ibn Əqil Kufədə son qanuna qədər. مسلم بن عقيل عليه السلام عندما قال الإمام الحسين ليس هناك أصحاب أوفى من أصحابي، ومسلم بن عقيل من أول الشهداء، من الذين ضحوا بكل ما لديهم وقاتلوا إلى آخر قطرة دم من أجل الحسين ومن أجل الدين أيضا. Если честно, Муслим ибн Акил был одним из немногих его сподвижников, который отличался очень сильной храбростью, был очень смелым человеком, который не боялся ничего и был всегда на стороне имама Хусейна, да будет мир с ним. مسلم بن عقيل هو أحد أقل الأشخاص، أو لعله التاريخ ينقل لنا هكذا، بأنه لعله برز بهذه الصفة لأنه كان خالصا مخلصا أولا لله سبحانه وتعالى، ثم لإمام زمانه الحسين عليه السلام الذي كان عليه أن يطيع أمره.